Heç böyük bir konsertdə o nəhəng dinamiklərin düz yanında dayanmısınız? Yəni o bas səslərini hələ qulaqlarınız eşitmədən əvvəl sinənizdə, sümüklərinizdə, lap ayağınızın altında hiss etdiyiniz o anı deyirəm. Aha, o titrəyişlər adamın az qala nəfəsini kəsir. Düzdür. İndi isə təsəvvür edin ki, qarşınızda 4-5 avtomobil ağırlığında, yəni təxminən 7 tonluq nəhəng bir heyvan dayanıb. Biz onlara baxanda adətən ancaq kobud güc görürük. Amma bilsəniz ki, o nəhəng heyvan sizin konsertdə hiss etdiyiniz o bas titrəyişlərindən istifadə edərək düz 10 kilometr uzaqlıqdakı ailəsi ilə ayaqlarının altındakı torpaq vasitəsilə gizli bir dildə danışır. Həm də tamamilə səssizcə. Bəli, tamamilə səssizcə. Bax, onda bu canlılara olan bütün qavrayışınız alt-üst olacaq. Bugünkü dərin araşdırmamıza xoş gəlmisiniz. Bugün biz dünyanın ən böyük quru heyvanları olan fillərin o ecazkar dünyasına enirik. Və dərhal qeyd edim ki, bu sadəcə yəni fillərin uzun xortumu var və çox su içirlər səviyyəsində səthi bir müzakirə olmayacaq. Bugün qarşımızdakı mənbələr doğrudan da çox fərqli və heyrətamizdir. Dəqiqləşdirək, nələr var əlimizdə? Deməli, biz Zooloji Tədqiqat İnstitutlarının ən son hesabatlarını, fil xortumunun mikroskopik, mikro, KT skan analizlərini araşdırmışıq. Üstəlik, fillərin seismik, yəni yeraltı ünsiyyətini izah edən elmi məqalələr, Kenyanın Savo bölgəsində insan-fil münaqişəsini təhlil edən real hesabatlar və bu mənim ən sevdiyimdir, Jelani adlı bir matriarxın həyat hekayəsini də analiz edəcəyik. Məqsədimiz odur ki, siz filləri sadəcə sənədli filmlərdə gördüyünüz o böyük heyvanlar kimi yox, təbiətin ən mürəkkəb, ən həssas mühəndislik möcüzələrindən biri kimi görəsiniz. Onların mikroskopik əzələ idarə etməsindən tutmuş, riyazi dəqiqliklə qurulmuş ailə strukturuna qədər o qədər detal var ki. Gəlin elə onların bu nəhəng fiziki varlığından başlayaq. Bilirik ki, fillər böyükdür, amma növünə görə fərqlər də var, elə deyilmi? Əlbəttə var. Əsas 3 növ fərqləndirilir. Afrika savanna fili, Afrika meşə fili və Asiya fili. Afrika savanna fili həqiqətən də nəhəngdir. Çəkisi 4 tondan 7 tona, hündürlüyü isə 4 metrə qədər çata bilir. Asiya filləri isə biraz daha, belə deyək, yığcamdır. Erkəkləri təxminən 5,4 ton, dişiləri isə 2,7 ton olur. Onları fərqləndirməyin ən asan yolu qulaqlarıdır, düzdür? Tamamilə düzdür. Afrika fillərinin qulaqları çox böyükdür və maraqlıdır ki, forması ilə Afrika qitəsinin xəritəsinə bənzəyir. Asiya fillərinin qulaqları isə daha kiçik və yuvarlaqdır. Bir də fil dişi məsələsi var. Afrika fillərində həm dişilərdə, həm erkəklərdə fil dişi olur, amma Asiya fillərində adətən yalnız erkəklərdə. O böyük qulaqların da yəqin ki, sadəcə eşitmək üçün olmadığını düşünürəm. Yəni, o qədər isti iqlimdə 4-5 tonluq bir bədəni sərin saxlamaq asan məsələ deyil. Sən məhz ən böyük anatomik problemlərdən birinə toxundun. Fillərin dərisinin qalınlığı bəzi yerlərdə 2,5 santimetrə çatır. Amma onların heç bir tərvəzisi yoxdur. Yəni, heç tərləmirlər? Xeyr, tərləyə bilmirlər. Biz insanlar kimi bədən hərarətlərini tərləyərək aşağı sala bilmirlər. Bax, o böyük qulaqlar əslində nəhəng ventilatorlar və radiatorlar kimi işləyir. Qulaqların içindəki qan damarları dəriyə çox yaxındır. Fil qulaqlarını yellədikcə oradakı qan soyuyur və bütün bədənə yayılaraq heyvanı sərinlədir. Deməli, o sənətli filmlərdə gördüyümüz palçıq vannaları da sadəcə əyləncə deyil. Qətiyyən. Tər vəzilərinin olmaması onların niyə o qədər çox palçıq və toz vannası qəbul etdiyini izah edir. Palçıq dəridə quruyanda həm günəşə qarşı fiziki bir krem, yəni qoruyucu rolumu oynayır, həm də quruyub çatladıqca dəridəki parazitləri, gənələri özü ilə birlikdə qoparıb tökür. Bu, özlüyündə çox praktik bir sağ qalma strategiyasıdır. Amma qayıdaq o fiziki quruluşun ən qəribə, məni ən çox təəccübləndirən hissəsinə, xortuma. Mənbələrimizdəki o mikro-KT skan analizləri məni sadəcə şoka saldı. Biz xortuma həmişə sadəcə uzanmış bir burun ya da su içmək üçün bir boru kimi düşünürük. Yeri gəlmişkən o boruyla bir dəfəyə 100 litrə qədər su çəkə bilirlər. 100 litr. İnanılmazdır. Amma mənbələr deyir ki, bu sadəcə burun deyil. Bu bir əzələ hidrostatıdır.
Etiraf edim ki, bu termin mənə biraz yad gəldi. Bu tam olaraq nə deməkdir? Və o mikroskopik skanlar alimlərə nə göstərdi? Gəlin bunu çox sadələşdirək. Əzələ hidrastatı içində heç bir sümük və ya oynağı olmayan, tamamilə əzələ və mayədən ibarət olan orqanlara deyilir. Sizin öz diliniz və ya bir osminok qoluba eyni prinsiplə işləyir. Mexanizm suyun sıxıla bilməməsi prinsipinə əsaslanır. Yəni, içi su dolu şar kimi bir şey. Bax, tam olaraq elə. Təsəvvür edin ki, əlinizdə içi su ilə dolu uzun bir rezin şar var. Şarın bir tərəfini sıxsanız, içindəki su sıxılmadığı üçün o digər tərəfə doğru genişlənəcək, uzanacaq. Hortumun içində də sümük yoxdur. Sadəcə əzələlər daxili mayəyə təzyiq edərək orqanın uzanmasını, qıvrılmasını və beton kimi sərtləşməsini təmin edir. Yəni, 300 kiloqramlıq bir ağac gövdəsini kökündən çıxararkən, sümüklərdən deyil, sırf əzələlərin suyu sıxışdırmasından yaranan o mexaniki gücdən istifadə edirlər. Dəqiq. Və skanların ortaya çıxardığı asıl şok edici detal bu əzələlərin sayıdır. Əvvəllər fil xortumunda 40 min əzələ olduğu deyilirdi. Amma yeni mikro-KT skanları göstərdi ki, xortumun içində tam 90 min fasikul, yəni individual əzələ dəstəsi var. 90 min əzələ dəstəsi... Bir dəqiqə, insanın bütün bədənində heç o qədər əzələ yoxdur axı. Yəni, bizdə cəmi 600 ətrafı əzələ var. Məsələ də elə budur. İnsan bədənindəki bütün əzələlərdən dəfələrlə çoxdur və xortumun uzlarına, yəni o barmaq adlandırdığımız incə hissələrə doğru getdikcə, bu əzələlər mikroskopik səviyyəyə qədər kiçilir. Onlar mərkəzdən xaricə doğru radial şəkildə düzülüblər. Bu dizayn onlara eyni orqanla həm nəhəng bir ağacı qaldırmağa, həm də yerdəki kiçik bir fıstığı sındırmadan çox böyük bir incəliklə götürməyə imkan verir. Hətta rəsm çəkən fillər belə var. Baxın, bu məqam məndə çox maraqlı bir düşüncə yaradır. Bir bənzətmə edim, insanın əlini düşünək, biz iynədən sap keçirə bilirik, mürəkkəb alətlərdən istifadə edirik. Amma əlimizin özündə elə də çox əzələ yoxdur. Bizim bu incə hərəkətlərimizi təmin edən şey beynimizdir. Yəni beyindən o az sayda əzələyə gedən minlərlə sinir hüceyrəsi, yəni bizdə bütün yük, belə deyək, proqram təminatının beynin üzərindədir. Amma fillərdə sanki bu mürəkkəblik birbaşa aparat təminatına, fiziki əzələlərin sayına köçürülüb. Bu fil xortumunu bəlkə də insanın əlindən daha mürəkkəb bir alətə çevrilmi? Bu olduqca dəqiq və maraqlı bir analizdir. Təkamül fərqli yollarla mükəmməlliyə çata bilir. Primatlarda qeyd etdiyiniz kimi idarəetmə neyronların siqnal mürəkkəbliyi ilə həll olunur. Fillərdə isə orqanın özü mikroskopik hissələrə bölünüb. Amma bu heç də o demək deyil ki, fillərin beyni bu prosesdə passivdir. Qətiyyən 90 min ayrı əzələ dəstəsini eyni anda millimetrik dəqiqliklə koordinasiya etmək devasa bir hesablama gücü, çox böyük bir prosesor tələb edir. Aha, bu da bizi elə birbaşa onların idrakına, o məşhur zəkalarına gətirir. Çünki o 90 min əzələni idarə etmək üçün həqiqətən də güclü bir superkompüter lazımdır. Mənbələrimiz film beyninin təxminən 5 kiloqram olduğunu qeyd edir. Quru heyvanları arasında ən böyük göstərici və tərkibində 300 milyard neyron var. Bəli, amma rəqəmlərdən daha önəmlisi beynin strukturudur. Tədqiqatlar göstərir ki, film beyin qabığında, yəni mürəkkəb düşünmə, qərar vermə və yaddaş mərkəzi olan korteksdə insandakı qədər neyron var. Sinir elmində buna konvergent təkamül deyilir. Yəni fərqli yollarla eyni nəticəyə gəlmək? Tamamilə. Biz və fillər təkamül ağacında milyon illər əvvəl ayrılmışıq. Tamamilə fərqli bədənlərdə inkişaf etmişik, amma təbiət hər ikimizdə eyni dərəcədə mürəkkəb, yüksək səviyyəli bir beyin memarlığı yaradıb. Məsələn, fillər güzgüdə özlərini tanıya bilirlər. Vau! Bəli, heyvanlar aləmində bu, yalnız insanlara, bəzi meymunlara və delfinlərə xas olan çox yüksək mənlik şuuru tələb edən bir qabiliyyətdir. Bir saniyə, dayanın. Burada mən biraz etiraz etmək, məsələyə fərqli tərəfdən baxmaq istəyirəm. Buyur. Əgər hər şeyi sadəcə beynin fiziki ölçüsü və ya çəksi ilə bağlıdırsa, niyə balinalar dünyanın ən ağıllı, ən empatiya quran canlıları hesab edilmirlər? Yəni, ən böyük balinalar fillərdən 20 dəfə ağırdılar və beyinləri də filin beynindən böyükdür. Niyə güzgü testindən və ya alət istifadəsindən danışanda
Ağlımıza balinalar deyil, fillər gəlir. Əsas məsələ sadəcə neyron sayı deyil axı, düzdür. Sualın düz hədəfə dəyir. Bədən ölçüsünə görə beynin böyüklüyü, elmdə buna ensefalizasiya katsayısı deyirlər. Bu mühümdür, amma hər şey deyil. Balinanın beyni çox böyük ola bilər. Lakin o nəhəng beynin böyük bir hissəsi okeanın dərinliklərində akustik lokasiyanı, suyun altındakı üç ölçülü naviqasiyanı və o devasa bədənin temperaturunu idarə etməyə həsr olunub. Yəni proses gücü başqa yerə gedir. Fillərdə isə korteksdəki o sıx neyron şəbəkəsi birbaşa sosial zəkaya, alət istifadəsinə və xatirələrə yönəlib. Yəni intellektdə daha çox yer qalır. Bəli, məsələn, alət istifadəsi. Onlar sadəcə yerdən bir budaq götürüb istifadə etmirlər. Budağı ağızlarına alırlar, lazımsız yarpaqlardan təmizləyirlər, uzunluğunu özlərinə uyğunlaşdırırlar və sonra onu ağcaqanadları qovmaq üçün ideal bir fırça kimi istifadə edirlər. Bu artıq aləti modifikasiya etməkdir. Elədir. Bu, gələcəyə planlamaq deməkdir. Və ən heyrətamizi, məni ən çox təsirləndirən onların empatiyasıdır. Digər fillərə kömək etmələri, yaralı fərdləri ayağa qaldırmağa çalışmaları, hətta ölən yoldaşlarının sümükləri yanında saatlarla səssizcə dayanıb, o sümüklərə xortumlarıyla incəliklə toxunaraq bildiyimiz yas tutmaları. O yas tutma mənzərəsi həqiqətən ürək ağrıdıcıdır. Amma bir filin o 5 kiloqramlıq beyindən empatiya qurması sadəcə, belə deyək, romantik bir xüsusiyyət deyil. Çünki mənbələrdən öyrəndik ki, bu empatiya, bu bağlılıq onların cəmiyyət quruluşunun, bütün sürünün sağ qalma strategiyasının tam təməlidir. Onlar empatiyası sadəcə sağ qala bilməzlər. Və bu, bizi oxuduğumuz o Jelani hekayəsinə, matriarxal sistemin mərkəzinə aparır. Bəli, empatiya əslində sürünün bir yerdə qalmasını təmin edən bioloji bir yapışqandır. Jelani tədqiqatçıların minlərlə fili izləyərək yaratdığı ümumiləşdirilmiş, lakin tamamilə real faktlara əsaslanan bir matriarxal obrazıdır. Fil cəmiyyəti mütləq şəkildə dişilər tərəfindən idarə olunur. Ən yaşlı, ən müdrik dişi rəhbərdir. Bu cəmiyyətdə dişilər doğulduqları gündən ölənə qədər eyni ailə qrupunda qalırlar. Bu ailə dinamikasının necə işlədiyini görmək çox maraqlıdır. Biz bilirik ki, onlarda hamiləlik dövrü quru məməliləri arasında ən uzunudur, təxminən 18-22 ay arası. Afrika fillərində bu adətən 22 ay çəkir. Təsəvvür edirsiniz, az qala 2 il. Və bala doğulanda təxminən 100 kiloqram çəkisi olur. Bəli, ayağa qalxması da biraz vaxt alır. Aha, amma əsl heyrətamiz hissə balanın doğulmasından sonra başlayır. Elmdə buna kollektiv analoq, yəni allomothering deyirlər. Təsəvvür edin ki, ana yorulub və qidalanmalıdır. O an sürüdəki xalalar, bacılar, nənələr balanın ətrafına toplanır, onu mühafizə edir, gəzməyi öyrədir, hətta bəzən süd belə verirlər. Bala ananın yanında 3 ilə qədər süd əmir. Çay keçərkən bütün dişilər axına qarşı bir divar yaradır ki, bala su ilə axıb getməsin. Bütün sürü əslində tək bir orqanizm kimi hərəkət edir. Düzdür. Bəs erkəklər, onların rolu nədir? Erkəklərin taleyi biraz fərqlidir. Onlar 12-15 yaşlarına, yəni yetkinliyə çatdıqda sürünü tərk etməyə məcbur olurlar. Bu, təbiətin genetik müxtəlifliyini qorumaq və qohum evliliyinin qarşısını almaq üçün qurduğu bir mexanizmdir. Erkəklər subay qruplarında və ya tənha yaşayırlar. Beləliklə, sürünün idarəsi həmişə dişilərin əlində qalır və bu sürünün sağ qalması yalnız bir şeydən, matriarxın yaddaşından asılıdır. Bax, mən məhz bu nöqtədə bizim insan cəmiyyətləri və digər heyvanlarla bir müqayisə aparmaq istəyirəm. Çox vaxt təbiətdə, hətta insan tarixində də liderlik anlayışını biz fiziki güc, təhdid və ya aqressiya ilə əlaqələndiririk. Kim daha güclüdürsə, o alfa erkəkdir, rəhbərdir. Amma fillərdə liderlik tamamilə ayrı bir ölçüdədir o. Sırf məlumat iqtisadiyyatı üzərində qurulub. Matriarx ən böyük və ya ən güclü olduğu üçün lider deyil. O, 10 illər əvvəl baş vermiş dəhşətli quraqlıqda hansı gizli çeşmənin qurumadığını xatırladığı üçün rəhbərdir. Çox gözəl nöqtədir. O, çölgənin harada olduğunu, təhlükəsiz miqrasiya yollarını, yırtıcının səsini xatırlayan canlı bir xəritədir. Sürü məhz buna görə onun arxasınca gedir. Tamamilə razıyam. Onun arxasınca getmək sağ qalmaq deməkdir.
Məsələn, o oxuduğumuz hekayədə 70 yaşlı matriarx Jelani öldüyü zaman sürünün sadəcə yaş tutduğunu oxumuruq. Onlar çox böyük bir xaos yaşayırlar. İtkin düşürlər. Çünki onlar yalnız bir nənəni, bir ananı yox, eyni zamanda sağ qalmaq üçün lazımlı bir ensiklopediyanı itirmiş olurlar. Bəs sonra nə baş verir? Dərhal növbəti ən yaşlı dişi, məsələn, onun bacısı və ya ən böyük qızı o yadbaş yükünü və rəhbərliyi öz üzərinə götürməlidir. Əgər güclü bir matriarx olmasa, sürünün ilk böyük quraqlıqda məhv olma ehtimalı kəskin artır. Yaxşı, tutaq ki, bizim müdrik matriarxımız sürünü idarə edir, sürü gündə 150-300 kiloqram bitki yeməlidir, yəni çox böyük bir əraziyə, meşələrə, kolluqlara yayılmalıdırlar. Ağacların arxasında onlar bir-birini görmürlər. Bəs o canlı xəritə bütün ailə üzvlərini necə eyni anda istiqamətləndirir? Bizim eşitdiyimiz o normal qışqırıq səsləri sıx meşədə çox uzağa gedə bilməz axı. Məhz burada onların o sehirli ünsiyyət forması dövrəyə girir. Burada artıq anatomiya və fizika birləşir. Fillər bizim insan qulaqlarının eşidə bilməyəcəyi qədər aşağı tezlikli səslər, yəni infrasəslər çıxara bilirlər. Bu dalğalar təxminən 15-35 Hz aralığındadır. Yəni çox dərin bir bas səsi. Bəli. Və bu tezliklərin fiziki xüsusiyyəti odur ki, onlar ağaclara, qayalara çırpılıb dağılmır, maneələrin ətrafından fırlanaraq havada tam 10 kilometrə qədər uzağa yayıla bilir. 10 kilometr, bu özü kifayət qədər dəlilikdir. Amma məni asıl heyrətləndirən mənbələrdəki o digər detal oldu. Onlar sadəcə havada deyil, yerin altında da danışırlar. Mən bunu oxuyanda inana bilmədim. Necə olur ki, bir heyvan səs çıxarır və o səs yerin altı ilə kilometrlərlə uzağa gedir? Fillərin çıxardığı aşağı tezlikli qurultular o qədər güclüdür ki, səs dalğası sadəcə havanı titrətmir, həm də birbaşa yer qabığına keçir. Bu 10-40 Hz aralığında seismik dalğalar, yəni yerin altında mini zəlzələlər yaradır. Digər fillər isə bu zəlzələləri ayaqları ilə eşidirlər. Fillərin ayaqlarının altında xüsusi böyük pi yastıqları var. Heyvan ayağını yerə basdıqda bu yastıqlar genişlənir və bir növ bioloji geofon, yəni yeraltı titrəyişləri tutan detektor rolunu oynayır. Yerdən gələn seismik dalğa o piya yastıqlarına dəyir, oradan filin ön ayaq sümüklərinə ötürülür və düz yuxarı kəllə sümüyünə, oradan da daxili qulaqdakı eşitmə mərkəzinə çatır. Elmdə buna sümüklə eşitmək deyirlər. Təsəvvür edirsinizmi? Biz onları uzaqdan səssizcə dayanıb ot yeyən görürük. Amma əslində torpağın altı ilə fasiləsiz bir konferans səngindədirlər. Dəqiq belədir. Sürü birdən-birə istiqamətini dəyişir. Biz elə bilirik ki, elə belə oldu. Deməli, 5 kilometr uzaqdakı başqa bir sürüdən ayaqlarının altı ilə burada təhlükə var mesajı alıblar. Bu, təbiətin yaratdığı daxili mobil şəbəkədir. Sənin bu konferans zəngi və mobil şəbəkə bənzətmələrin reallığa 100% uyğundur. Onların ünsiyyəti çox qatlıdır. Yaxından xortumla toxunur, qulaq çırpmayla vizual mesaj verir, qoxu vasitəsilə kimyəvi informasiya ötürür, uzaqdan isə havada infrasəslər və yerdə seismik dalğalarla danışırlar. Onlar məkan olaraq uzaq ola bilərlər, amma hissi olaraq daim bir yerdədirlər. Amma gəlin fərqli bir tərəfdən baxaq. Məhz bu heyrətamiz həssaslıq, yeraltı titrəyişləri bu qədər incəliklə hiss etmək qabiliyyəti, müasir dünyada onların ən böyük zəifliyinə çevrilmirmi? Modern dünyanın texnikası, avtomobilləri, sənariyesi onların bu mobil şəbəkəsini darmadağın edir yəqin ki. Təəssüf ki, bəli. Və bu bizi bugün araşdırdığımız mənbələrin ən həlledici, bəlkə də ən kritik hissəsinə, insanla qonşuluq münaqişəsinə gətirib çıxarır. Tədqiqatlar göstərir ki, insan fəaliyyətinin yaratdığı seismik səs-küy, yəni o traktorlar, ağır texnika, qatarlar, fillərin sistemində birbaşa təhlükə siqnalı kimi qəbul edilir. Onlar daim stres altındadılar. Yaşayış yerlərinin, meşələrin məhv olması bu səs-küylə birləşəndə isə münaqişə qaçınılmaz olur. Kenyanın Tsavo bölgəsi üzrə hazırlanmış hesabatda çox konkret sarsıdıcı rəqəmlər var. O bölgədəki böyük vəhşi heyvanlarla insanların münaqişəsinin tam 90%-i məhz fillərin payına düşür. 90%. Yəni kəndlilər aslanlar və ya leopardlarla deyil, birbaşa fillərlə toqquşurlar. Bəli. Bu münaqişələrin 36%-i fillərin kəndlilərin əkin sahələrini məhv etməsi, 53%-i isə birbaşa insan həyatına yaranan təhdidlə bağlıdır.
Əhali durmadan artır, kənd təsərrüfatı genişlənir, mal-qara sayı çoxalır. Yəni, fillərin yüzillərdir istifadə etdiyi o qədim miqrasiya yolları indi tarlalarla və yollarla kəsilib. Bütün bu faktları yan-yana qoyanda adam istər-istəməz bədbinləşir. Deməli, insanların və texnikanın sayı artdıqca kəndlilərlə fillər arasında qanlı toqquşmalar da mütləq artmalıdır. Bu sanki qaşınılmaz bir fəlakət ssenarisidir. Yəni tənəzzülə doğru gedən bir yönlü bir yoldur. Məhz burada Tsavo hesabatı çox təəccüblü bir nəticə ortaya qoyur. Biz sadəcə mənbədəki faktları səsləndiririk. Statistikaya görə son illərdə bölgədə mal-qara və insan sayı artsa da, fil-insan münaqişələrinin sayı əksinə azalıb. Azalıb, təzyiq artır, amma münaqişə azalır. Bu necə mümkündür? Bu, düzgün strategiya və idarə etmənin nəticəsidir. Kenya Vəhşi Təbiət Xidməti xüsusi proqramlar həyata keçirir, kritik nöqtələrdə elektrikli hasarlar qurur. Lakin hesabatdakı ən maraqlısı yerli kəndlilərin istifadə etməyə başladığı arı pətəyi hasarları layihəsidir. Arı pətəyi. Yəni bildiyimiz bal arısı. Bəli, bildiyimiz arılar. Fillərin dərisi nə qədər qalın olsa da, göz və xortum ətrafı çox həssasdır və onlar arılardan, onların vızıltısından dəhşətli dərəcədə qorxurlar. Kəndlilər tarlaların kənarına naqillərlə bir-birinə bağlanmış arı pətəkləri asırlar. Fil tarlaya girmək istəyəndə naqilə toxunur, pətəklər sallanır, arılar uçuşmağa başlayır və fil dərhal heç bir fiziki zərər görmədən ərazidən uzaqlaşır. Filin o yüksək zəkası dərhal bu yeni təhlükəni matriarxın canlı xəritəsinə yazır və sürü o yollardan uzaq durur. Bu heyrətamizdir. Yəni, o arı pətəyi hasarları həm filləri zərərsiz şəkildə uzaqlaşdırır, həm də kəndliyə əlavə bal məhsulu verir. Tsavo nümunəsi bizə sübut edir ki, ağıllı strategiya, yerli icmaların təlimatlandırılması o bayaq dediyimiz qaşınılmaz fəlakət ssenarisini tərsinə çevirə bilər. Bu, təkcə Tsavo üçün deyil, bütün dünyada vəhşi təbiətin qorunması üçün çox böyük bir ümiddir. Deməli, insanla filin birgə yaşayışı mümkündür. Mütləq mümkündür. Ekoloji böhranlar heç də həmişə qaçılmaz tale deyil. Ağıllı siyasət və innovasiya ilə onların qarşısını almaq olar. Əsas odur ki, biz onların o mürəkkəb dünyasını anlamağa çalışaq və hörmət edək. Həm də unutmayaq ki, onlar ekosistem üçün çox vacibdir, meşələri təmizləyirik, toxumları yayırlar. Düşünürəm ki, bugün biz o mürəkkəb dünyanı kifayət qədər yaxından hiss etdik. Gəlin dərindən nəfəs alaq və nə öyrəndiyimizə bir baxaq. Biz xortumunda 90 min əzələ dəstəsi olan suyun sıxıla bilməməsi prinsipi ilə həm ağac qoparan, həm də fıstıq dənəsi götürən mikroskopik bir hidrostatı anladıq. Balinalardan fərqli olaraq 300 milyard neyronlu beynini alət istifadəsinə və empatiyaya sərf edən konvergent təkamülün zirvəsini gördük. Nəsillər boyu məlumatı canlı xəritə kimi qoruyan matriarxal cəmiyyəti və ən əsası yeraltı mini zəlzələlərlə, ayaqlarındakı o geofanlarla qurduqları səssiz rabitə şəbəkəsini kəşf etdik. Və gördük ki, insan övladı bu mükəmməl sistemi fil-dişi qaçaqmalçılığı və ya səs-küy ilə nə qədər sıxışdırsa da, düzgün innovasiyalarla onları qorumaq şansımız hələ də var. Bu budunmuşduqlarımızdan sonra, əziz dinləyici, beynimdə yaranan və bu vaxta qədər dilə gətirmədiyim çox təsirli bir fikri sizinlə paylaşmaq istəyirəm. Bir anlıq düşünün. Əgər bu canlılar yeraltı səs-küyləri ayaqların altındakı o həssas yastıqlarla bir detektor kimi hiss edib bundan stres yaşayırsa və əgər onlar ölülərinin sülükləri başında kədərlənə biləcək qədər dərin, insani bir empatiyaya sahibdilərsə, İndi xəyal edin ki, onların yaşayış yerlərinin düz yanından keçən sadə bir asfalt yol, vizual olaraq onları narahat etməsə belə, torpağın altındakı o daimi yük maşını titrəyişləri ilə onlara hər gün necə bir psixoloji travma yaşadır. Biz düşünürük ki, təbiəti sadəcə ağacları kəsəndə məhv edirik. Amma əslində, bəzən vizual olaraq onların yerinə girməsək də, eşitmə və hiss etmə məkanlarını zəbt edirik. Ayaqlarının altındakı o müqəddəs səssizliyi dağıdırıq. Hər keçən maşınla onların yeraltı konferans zənginə xırıltılı, qorxunc bir səsküy kimi soxuluruq. Bu doğrudan da adamı düşünməyə vadar edən bir mənzərədir. Ümid edirəm ki, növbəti dəfə haradasa bir fil şəkli və ya videosu görəndə, onu sadəcə böyük bir heyvan kimi yox, yeri dinləyən,
keçmişi xatırlayan və ailəsini ayaqları ilə hiss edən müdrik bir varlıq kimi görəcəksiniz. Bu dərin araşdırmamızda bizimlə birlikdə addımladığınız və bu mürəkkəb mövzunu bizimlə kəşf etdiyiniz üçün sizə təşəkkür edirik. Gələcəkdə yeni heyrətamiz anlarda, təbiətin və elmin fərqli sirlərində yenidən görüşmək ümidi ilə. Sağ olun, kəşf etməyə davam edin.